Şahruxanın ən məşhur filmlərindən biri olan Mənim adım Xandır filmi haqqında danışmaq istəyirik. Film 2010-cu ildə çəkilmişdi. Film Rizvan Xan adlı Asperger sindromu olan, ünsiyyət qurmada çətinlik çəkən, lakin yüksək zəkaya malik bir autizmdən əziyyət çəkən müsəlman bir adamın hekayəsindən bəhs edir. Rizvan anasının vəfatından sonra San Fransiskoya qardaşının yanına köçür. Burada o, bərbər işləyən və tək ana olan Mandira ilə tanış olur və ona aşiq olur. Beləliklə onlar evlənirlər. 11 sentyabr hadisələrindən sonra Amerikada müsəlmanlara qarşı münasibət kökündən dəyişir. Bu nifrət dalğası Rizvanın ailəsinə də toxunur və faciəvi bir hadisə Mandiranın oğlunun ölümü ilə nəticələnir. Mandira kədər içində Rizvanı günahlandırır və ona deyir ki, əgər geri dönmək istəyirsənsə, Amerika prezidentinə mənim adım Xandır və mən terrorist deyiləm deməlisən. Rizvan bu sözləri ciddiyə alır və ölkə boyu uzun bir səyahətə çıxır. Film böyük mükafatlar qazanır və Bollywoodda böyük marağa səbəb olur. Film haqqında maraqlı faktlardan biri budur ki, Şahruxan Asperger sindromunu dərindən öyrənmək üçün çoxlu araşdırmalar etmiş və real xəstələrlə vaxt keçirmişdir. Onun bu roldakı jestləri və baxışları kinotənqidçilər tərəfindən karyerasının zirvəsi adlandırılır.